Salam. Aldığım mesajlar üçün hamınıza teşekkür edirəm. Cümləni deyəsən düzgün qurdum. Neyse boş verin. Bugün ayaqlardan o qədər sizdən uzaq ağrı çəkmişəm ki. Ama yine de enerjimiz yerinde. Sadece biraz artık gücüm biraz azalıb bugünlük. Bugün biraz səsini aldım ama böyle. Yazan, soruşan, herkese çok teşekkür edirəm. Məni bu qədər sevməniz, bu qədər məni düşünməniz məni çox sevindirir açıkçası. Allah hamımızın o güzel ürəyinə görə versin. Bunu içten söyləyirəm. Ona göre dedim toplu bir mesaj paylaşım. Şükür yaxşıyam. Bugün sadece Samiranı mən düşündüm ki, Bakıda gedəcəm indi Samiranın sağlıq raporu məktəb üçün sənəd. Yarım saate həll eləyərəm. Doktora da zəng vurdum ki, ayağım şişib, pis haldayım. Samiranın işini həll edirəm, gəlirəm. Səhər 8-9-un yarısından başlamışıq. Ay nənə, bitmir sənədləşmə. Ha düzdür, 4 saylı uşaq poliklinikası. Allah razı olsun bütün doktorlarım. O qədər gözəl belə o deyir. Nə qədər insan olmasına rağmen yenə belə gülər yüzlü, sakit, səbirlə falan davranırlar. Allah onlardan razı olsun. Çox bəyəndim, çox bəyəndim. Amma bu sənədləşmə işləri, ay Allah, bu ayaqlarımla in çıx, in çıx, in çıx. Daha belə ağrılarım get-gedə, ayağım getdi daha çox şişməyə. O qədər şişdi ki artıq yeriyə bilmirdim. Sonra Summers. Doktor mənə deyir ki orada bu arada deyir, Nərgiz xanım, siz əslində özünüzü birinci aparmalıydınız xəstəxanaya, sonra qızınızı. Dedim, yox da indi uşağın işi önəmlidir, amma həqiqətən ayaqlarım artıq mənə çox zərər verdi. Sonra Summers'ı evə buraxdım. Yaxşı ki taksi ilə getmişdim. Bu arada ayağınız belə halda olanda kesinlikle maşın riski almayın. Məndən sizə tövsiyə. Və məndən sizə tövsiyə, qızıl yelmiş ya da neymiş belə bir şeymiş. Həmən mənim kimi bir həftə gözləməyin. Ay gözləyim, ay keçər, qətiyyən. Çıxırsız, gedirsiniz doktora. Özümü apardım təcili yardıma. Və başımız ürəyə gedə-gedə özünü təcili yardıma apardım. Doktora Allah razı olsun, onlar da Baku Medikalı. Onlar da orada şeylədilər, doktora göstərdilər. Doktor dedi ki, biraz ciddidir. Qan və uziyə ayaqlarını göstərməlidir. Həll elədik, şükürlər olsun. O ciddi damarda olan şeydən qorxdular. Damarda nəsə varmış. Şimdi mən doktor olmadığım için çox başı yekə danışa bilmərəm. Çıxmadı. Sadəcə mən biraz rahatsızlıq keçirdim 1-2 həftə əvvəl. Sən demə o şey salgının təsirləri hələ məndə qalıbmış, vurub ayağıma. Üstünə də gecə gündüz dərs verdiyim için, ayaqda olduğum için bu get-gedə onu yüksəldib. Qızıl yeli kimi də belə dedilər, o da ola bilərdi. Tam anlamadım, o halda değildim. Gündə 3 dəfə böyük şpris sistemi, antibiotik, səhər gün orta axşam, dərman, iynə, 45 dənə iynə yazıblar. 45 dənə, düşünsenize 45 də iynə, 45 dəfə əlimə gir çıx damarıma. Başladıq bugündən. Şükür yaxşıyam. Biraz halsızam, amma çığlığın gücü yenə geri gələcək. Çünki mən Nərgiz Mahmudzadəyəm. Sevirəm sizi, çox sevirəm. Fikriniz qalmasın. Daha da gözəl günlərə. Bunlar hamısı imtahandır, bunlar hamısı sınaqdır. Bəzən yeni bir bina inşa etmək üçün əvvəlki o qırıq sökük binaların yerlə yeksan olması gerekir. Bu hamımıza aiddir. Yəqin ki özümü yenidən inkişaf etdirmək üçün ki hər dəfə güncəlləmə gəlməsi lazım. Yəqin bu mənə lazım imiş. İnşallah bunun da üstəsindən gələcəm. Özünüzdən müğayət olun. Sağlığınıza diqqət edin. Mənim kimi olmayın. Uzatmayın. Sevirəm sizi. Öptüm.